Herkese salam, kanalımıza xoş gəlmisiniz. Qış hazırlıqlarının ən qaynar, ən bərəkətli vaxtında sizlər üçün çox xüsusi və çox ləzzətli bir resept hazırlamışam. Bugün bir gəl qış üçün inanılmaz dərəcədə ləzzətli, ətri bütün evi bürüyəcək badımcan yeməyi hazırlayırıq. Bu resept həm çox sadədir, həm də tərəvəzlər öz təbii dadını tam şəkildə qoruyub saxlayır qışın soyuq günlərində. Bu bankanı açanda yay günlərinin təravətini, günəşin istisini hiss edəcəksiniz. Əgər siz də qışa ləzzətli və etibarlı bankalar bağlamağı istəyirsinizsə, videonu sonadək izləməyi və hazırlamaq üçün qeydlərinizi götürməyi unutmayın. Hazırsınızsa, vaxt itirmədən keçək hazırlıq prosesimizə. Reseptimiz üçün ilk olaraq təzə və toxumsuz badımcanlardan istifadə edirik. Badımcanları hər tərəfli şəkildə soyuruq. İstərsəniz zolaqlı da soya bilərsiniz. Ancaq mən bütün soymağı daha üstün görürəm. Daha sonra badımcanları nə çox böyük, nə də çox xırda olmamaq şərti ilə bərabər kublar şəklində doğrayırıq. Doğranmış badımcanları geniş bir qaba yığırıq. İndi isə ən vacib məqamlardan biri gəlir. Badımcanın acı suyunun çıxarılması. Bunun üçün doğranmış badımcanları bol su olan bir qaba əlavə edirik və 2-3 xörək qaşığı duz səpirik. Əlimizlə yüngülcə basaraq badımcanların suya tam batmasını təmin edirik. Bu vəziyyətdə onları təxminən 30 dəqiqə saxladırıq. Duzlu suda badımcanı saxladarkən badımcanın nə rəngi qaralmır, nə də ki badımcanlar öz təravətini itirmirlər. Ancaq sadəcə duzda saxlatsaq badımcanlarınız həm qaralacaq, həm də əziləcək. Buna görə duzlu suda saxlatmaq daha məntiqlidir. Vaxt tamam olduqda badımcanları əlimizlə yaxşıca sıxaraq suya buraxacaq. Badımcanları əlimizlə yaxşıca sıxaraq suyunu çıxardıq və süzgəcə yığırıq ki, artıq mayeni tamamilə süzsün. Keçirik yeməyimizə xüsusi şirə və turşməzə dad verəcək pomidorlarımıza. Ətli və sulu pomidorlardan istifadə yeməyimizə dadını daha da zəngin edəcək. Pomidorun qabığını rahat şəkildə soymaq üçün çox pratik bir üsuldan istifadə edirik. Pomidorları dərin bir qazana düzürük. Üzərinə qaynar su tökürük və qapağını örtüb 4-5 dəqiqə müddətində gözlədirik. Daha sonra sudan çıxardığımız pomidorların qabıqlarını bıçaqla belə ehtiyac qalmadan əlimizlə çox asanlıqla soyuruq. Qabıqları təmizlənmiş pomidorları doğrama taxtasında doğrayırıq. Doğranmış pomidorları süzgəcə tökürük ki, artıq acı suyu və ya həddindən artıq sulu hissəsi süzülsün. Bu, yeməyimizin çox sulu olmamasını və tam istədiyimiz qatılıqda olmasını təmin edəcək. İndi isə bütün ərzaqları bir araya gətirmək vaxtıdır. İlk öncə böyük bir qazana əvvəlcə badımcanları əlavə edirəm. Ocağın altını tam asta odda açaraq 15 dəqiqə müddətində qovururuq. Ardınca süzgəcdən keçirilmiş pomidorları da badımcanın üzərinə əlavə edirik və qazanın altını orta dərəcəli odda yandırırıq. Tərəvəzləri taxta qaşıqla altdan yuxarıya doğru ehtiyatla qarışdırırıq. Pomidorun şirəsi badımcanlara tam uyğunlaşsın. Yeməyimiz qaynamağa başladıqdan sonra ocağın xodunu bir qədər azaldırıq. Tərəvəzlər öz şirəsində tam yumuşalana qədər. Pomidor və badımcan tamamilə bişib bir-biri ilə bəhdə təşkil edənədək vam odda bişməyə qoyuruq. Bişmə müddətində ara sıra taxta qaşıqla qarışdırırıq ki, dibi tutmasın. Görürsünüzmü, rəngləri necə canlı və iştah açan görünür və budur. Mətbəximizi bürüyür. O möhtəşəm ətir özünü göstərir ki, artıq mən hazıram. Tərəvəzlər tam yumuşalıb, suyu çəkilir və mükəmməl bir qatılıq alır. Yeməyimizi ocaqdan götürən kimi isti-isti əvvəlcədən təmiz yuyulub sterilizə edilmiş şüşə bankalara doldururuq. Bankaları ağzına dək doldurduqdan sonra dəmir qapaqla bağlayırıq. Qapağını bağladığımız bankaları tərs çevirərək üzərinə qalın bir ədyal səririk. Təxminən bir gün saxlayırıq. Bu qayda ilə bağlanan bankalar bütün qış boyu xarab olmadan təravətini qoruyaraq qalacaq. Bu resepti hazırlamaq həm çox zövqlüdür, həm də nəticəsi 100% sizi razı salacaq. Siz hazırlayıb sevdiklərinizlə birgə nuş edə bilərsiniz. Videonu bəyəndiysəz, bəyən düyməsinə basmağı, kanala abunə olmaq və öz fikir və suallarınızı rəylər bölməsində yazmağı unutmayın. Yeni ləzzətli reseptlərdə görüşənədək hələlik.